Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün 2026-cı il MIQ sınaq imtahanımızın növbəti sualların izahına baxacaq. Deməli, keçək suallara. 35-ci sual. Meyoz bölünmə aşağıdakı hüceyrələrdən hansında gerçəkləşər deyir. Baxın, burada gördüyümüz 2 xromosomlu somatik hüceyrə xeyr, göz hüceyrəsi xeyr, yumurta hüceyrə bunu çaşdırmaq üçün bura qoymuşam. Təbii ki, bunun özü zaten meyoz bölünmə nəticəsində əmələ gəlir. Sonra meyoz necə keçirtmirəsən? Spermatozoid ilə birləşəcək, zigot şəklində mitoz bölünmə keçirdəcəkdir və bu tamamilə başqa bir şeydir. Ə, Y variantı mədə hüceyrəsində bu da xeyr, yəni ümumiyyətlə heç birində meyoz bölünmə baş verməz. Və 36 deyir, qan qrupu fenotipləri şəkildəki kimi olan iki ailədə 1 və 2 ilə göstərilən fərdlərin qan qrupu genotipləri aşağıdakılardan hansı kimi olmaz? Deməli, burada AB digəri O-dur. Bu AB mənə bir dəfə A-nı, bir dəfə də B-ni verəcək. O isə sadəcə nədir? O genini vermiş olacaq. AO və BO birləşməsi, yəni bir nömrəli fərdin ya AO ya da BO şəklində olması gözləniləcək. AO, BO, e, AO, BO olanları çıxaram buradan. Deməli nədir? O olması gözlənilməz. Zaten bu həll etsəniz tam şəkildə görəsiniz. İkinci hissə alınır, birinci hissə amma alınmır. Bu səbəbdən də elə bu variant yanlış kimi götürüləcəkdir. Zaten bizə də nə deyir? Aşağıdakı hansı kimi olmaz deyir. Buna görə elə doğru cavab D variantı olmuş oldu. Sonra 38-ci sual yuxarıdakılardan hansıları zərdabın tərkibində tapılmaz deyir, qan zərdabının tərkibində. Təbii ki, bu da olacaq nə? Fibrinogen olmuş olacaqdır. Yəni doğru cavab B variantıdır. Sonra 39 insanı yoluxdurma qabiliyyəti olan bir virusun yetkin hüceyrələrindən hansılarında çoxalması gözlənilməz. Yetkin hüceyrədə eritrosit nüvəsini itirdiyinə görə deyirik, eritrositdə çoxalması gözlənilməz. Digər geri qalan hüceyrələrdə nüvə var idi. 40 verilənlərə əsasən X, Y, Z verilibdir deməli bizə. Birdir prokaryot və eukaryot hüceyrələrdə X, Y və Z eyni hüceyrə hissəsində baş verir. Bu X, Y, Z eyni hüceyrə hissəsində baş verməz. DNA məlumat identitesinin kopyalanması bu nüvədə baş verəcək, amma sonra məlumat identitesi neyinirdi? Düşürdü sitoplazmaya və gedirdi ribosomun olduğu yerə və nəticəsində izolan sintezi baş verirdi. Ha, prokaryotlarda amma deyə bilərəm, bəli, hamısı elə sitoplazmada baş verir. Ona görə bir hissəsi düz, bir hissəsi yanlış olduğuna görə bir yanlış olmuş oldu. 2. X hadisəsi hüceyrə bölünməsindən əvvəl baş verir. X hadisəsi nədir? DNA yenə də özünü kopyalayıb, yəni ikiləşdirib, replikasiya baş verib. Bəli, hüceyrə bölünməsindən əvvəl interfazanın sintetik mərhələsində DNA ikiləşməsi baş verəcəkdir. 2 doğrudur. 3. Eyni zülalın sintezi zamanı Y hadisəsi hər zaman baş verməz. Y hadisəsi nədir? DNT-dən məlumat identitesinin kopyalanması. Bəli, əgər eyni zülal sintezi baş verəcəksə, nədir? Məlumat identitesi təkrar-təkrar sintez olmaq məcburiyyətində deyil. Yəni, bir məlumat identitesini bir neçə dəfə nədir? Təkrar şəkildə istifadə eləmək olar eyni zulalın sintezi üçün. Zaten zulalın növü nəyə görə dəyişirdi? Məlumat identitesinin növ sayına görə dəyişirdi. 3 doğru oldu. 2, 3, yəni doğru cavab oldu D variantı. Belə əziz müəllimlər, sınavımızın suallarının izahını yekunlaşdırmış olduq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.